səbir ayıdır. Ha, susuzdan yanıram, eve gelmişəm, kim görecek ki, evde bir bardak su var, ya səbir ayıdır. Bəs bu ay təqva ayıdır. Baxın kitab əhlinə, subhanallah. Oruç tuturlar, amma oruçları batil. İnne dine indallahil İslam, Allah katında İslam'dan başka bir din işləmir. Qəbul değil. Oruç tuturlar, ərziyə çəkirlər, amma qəbul olunmur. Görün, subhanallah, biz necə bir nimət içindəyik. Biz əzəmətli bir aydayıq. Bu ayın qədrini bilək və orucu bəziyin. Bol-bol Quran oxumaqla, təsbihat eləməklə, zikr eləməklə, qışqırmaqla yox, bağırmaqla yox, dav eləməklə yox, PlayStation oynamaqla yox, iqra oynamaqla yox, bütün gün telefonda və kompüter başında keçirməklə yox, şeytan aldadır. Əziz, gözəl körpə balalarımız, əziz balaca qardaşlarımız, 30 il bundan qabaq biz də sizin kimi kiçik uşaqlar idik. Amma biz sizdən xoşbəxt idik, inciməyin. Çünki bizim zamanımızda nə bu əl telefonları yox idi, nə onun içindəki iqralar yox idi, nə PlayStation yox idi, Azərbaycan gəlib çıxmışmamışdı. Biz Ramazan yaşayırdıq, 15 yaşında, 16-17 yaşında. Bizim yaşadığımız Ramazanı siz yaşaya bilmirsiniz. Həqiqətən siz fitnə zamandasınız. Həqiqətən siz fitnə zamandasınız. Yəni sizin Ramazanınızı şeytan çox oğruyur məharətlə. Saatlarla vaxtınız keçir harda? Yəni iqralarda keçir. Məhdudiyyət qoyun. Demirik ki, qadağandır. Haram da eləmirik. Sadəcə onlara Ramazan orucunu qoru. Ramazan orucunu qoru. Eyb yox. Orucu bitərəndən sonra belə canının qurdunu öldürməkdən ötürü 30 dəqiqə oynaya bilərsən. Ta səhərdən axşama kimi Quran-ı Kərim qalıb orada və həmçinin hədislərdə gəlib ki, qiyamət günü Quran gələcəkdir. Necə gələcəkdir? Nə cür gələcəkdir? Qiyamət günü görəcəksin və danışacaqdır. Allah Teala ona nitq qabiliyyəti verəcəkdir. Quran qiyamət günü şikayət edəcəkdir. Və həmçinin oruc gələcəkdir. Necə gələcəkdir? İnsan surətində, məxluq surətində bilmirik. Danışacaqdır. Allah Teala ona nitq qabiliyyəti verəcək. Bunlar lehimizə ya da əleyhimizə şahid kimi gələcəkdir. Rivayətlərdə oruc deyəcək ki, ey Rabbim, mən bu qulu şəhvətindən mən etdim sənin üçün. Məna'tuhu min şəhvətihi fikə. Yəni halala da yaxınlaşmadı, harama da yaxınlaşmadı. Və şəffi'ni fih. Eləsə mənim şəfaatimi qəbul elə, ya Rab, mən gəlmişəm onu cənnətə varmağa. Sənin orucun sənin dostluğundur, ya düşmənindir qiyamət günü, bunu bil. Gələcək sənə şəfaat eləməyə. Quran-ı Kərim gələcək, həmin hədislərdə deyir ki, məna'tuhu min nəvmi. Rahati. Ey Rabbim, onun rahatından və yuxusundan mən etdim. Yəni qalxırdı, təravih qılırdı, qalxırdı, təhəccüd qılırdı və Kəbəyə gedənlər bunu yaşayıb. Bütün gecəni orada qalxırsan namaza, gecələr yatmırsan. Quran gələcək deyəcək ki, ey Rabbim, gəlmişəm onu cəhənnəmdən qurtarmaq üçün səndən almağa şəfaət eləməyə. Və şəffi'ni fih. Və bu şeyləri biz qazanmalıyıq. Həmçini şəhr Ramazan, Ramazan ayda. Ya bizim lehimizə şahid olacaq, ya bizim əleyhimizə şahid olacaq. Allah Subhanahu taala bizi məhrumlardan və bədbəxtlərdən eləməsin.